professor kliniki ölümdən xilas edildi. 14 may 2026-cı il tarixində 70 yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım xidmətinə müraciət edib. Bakı Dövlət Universitetinin hörmətli bir müəllimi, professoru elə bir situasiya yarandı ki, dünən ürək nahiyəsində olan narahatçılığı tədris prosesi zamanı hiss edib bizim hospitalın təcili yardım şöbəsinə müraciət etdi. Dərhal təcili yardım şöbəsinin həkimləri və tibb personalının müdaxilə etdi və aparılan tədbirlər, kardioreanimasyon tədbirlər nəticəsində ürək fəaliyyətini bərpa edə bildik. Həmən bundan sonra xəstə demək koronar angioqrafiya laboratoriyasına alındı və orada aparılan angioqrafiya nəticəsində inkişaf edən miokard infarktı aşkarlanaraq stentləşmə proseduru aparıldı. Xəstə ondan sonra demək bizim reanimasiya və intensiv terapiya şöbəsinə qaldırıldı və artıq bu gün xəstəmizi çox belə qənaətbəxş bir durumda görürük. Buna elə biz də çox sevinirik. Ümumiyyətcə bu bir hospitalda müxtəlif şöbələrin, müxtəlif profilli həkimlərin əhəngdar işləməsi, onların demək iş prosesinin düzgün qurulmasının bir rəmzi göstəricisidir. Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkimi Bəxtiyar Musayevin rəhbərliyi ilə kardioloq İlqar Tahiroğlu, anestezioloq reanimatoloqlar Xəyal Məmmədov və Günel Cəfərova, həmçinin təcili tibbi yardım şöbəsinin rəisi Füzuli Abuşovun iştirakı ilə pasiyentə operativ tibbi yardım göstərilib. Hospitala çatdırılan zaman Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal reanimasiya tədbirlərinə başlanılıb. Əməliyyatdan öncəsindən danışım. Hardasa 2 işləm işarələrində bizə çağırış gəldi. Bakı Dövlət Universiteti hala pisləşməsi ilə bağlı olaraq. Ora gedəndə xəstəmiz maşında oturmuşdu, təngi nəfəs, döş qəfəsində ağrı ilə. Dərhal monitorizasiya olundu və hospitala gətirildi yardım altında. Bura çatanda xəstədə qafil vəziyyətin ağırlaşması və klinik ölüm halı qeyd olundu. Dərhal xəstəyə reanimasyon tədbiri başlanıldı, monitorizasiya olundu, reanimatoloqlar çağırıldı. Və yardım nəticəsində xəstədə dəfələrlə ritm pozğunluqları oldu, orada ventrikulyar fibrilyasiya oldu, VT-yə, pozitiv VT-yə keçdi. Şükür Allaha ki, xəstənin ritmi bərpa olundu, tənəffüsü bərpa olundu və buna görə də reanimatoloqlara, İlqar doktora, Başdaya doktora hamına təşəkkür edirik. Daha sonra pasiyent təcili olaraq angioqrafiya otağına aparılıb. Müayinələr zamanı ürək damarlarında ciddi tıxanma aşkarlanıb. Biz angioqrafiya əməliyyatını icra etdik, damarı tamamilə tıxalı damarı açdıq. Amma burada ən önəmli 2 nüans var. Bir, bizim təcili yardım şöbəsinin kollektivinə və reanimasiya kollektivinə mən təşəkkür etmək istəyirəm. Nəyə görə? Biz əməliyyatı icra etmədən öncə bir xəstə 30 dəqiqə ürək masajı olunur və burada diqqət çəkmək istədiyim bir nüans var ki, olunan ürək masajının uğuru. Çünki hər ürək masajı effektiv olmur. Biz onu nə vaxt görürük, effektivliyini xəstə ayıldığı zaman beyin zədələnib və zədələnməyib. Və çox gözəl bir haldır ki, dərhal bizim reanimasiya briqadası yetişdi. Gərəkən onların tərəfindən lazım olan tədbirlər görüldü. Ürək masajı təcili yardım briqadası tərəfindən icra edildi və uğurlu şəkildə tıxalı damarı da biz açdıq. Və 2 saat sonra da hamımız bərabər sevindik. Nəyə? Xəstə ayıldığı zaman beyində heç bir zədə qalmadı. Və artıq bugün xəstəmiz normal stasionar şəraitdədir və sərsədə exo müayinəsini icra elədik. Tam hər şey yolundadır və nevrolojik olaraq da hər hansı bir defisitimiz yoxdur. Həkimlərin müdaxiləsi nəticəsində ürək damarlarının keçiriciliyi bərpa olunub. Təcili yardımdan bizə çağırış oldu. Dərhal olaraq reanimasyon briqadı ilkin olaraq bizim doktorumuz Günel Cəfərova
təcili yardıma özünü çatdırdı və artıq orada başlanmış reanimasyon tədbirləri görərək həmin reanimasyon tədbirlərə qoşuldu. Xəstə süni ventilasiya qoşulmaq üçün acil intubasiya olundu və reanimasyon tədbirləri davam etmişdi. Bu müddətdə kardiologiya şöbəsinə məlumat verilmişdi. Kardioloqlar tərəfindən qərar verdi, İlqar doktor qərar verdi ki, artıq ritm bərpa olunandan sonra acil xəstə verildi invaziv kardiologiyanın laboratoriyasına. Orada anestezioloqların, reanimatoloqun müşahidəsi altında kardioloqlar tərəfindən əməliyyat uğurla icra olundu. Artıq orada gemodinamik göstəricilər tam stabilləşmişdi, xəstəmiz stabil bir vəziyyətdədir. Amma kliniki ölmüş keçmiş xəstələr və intubasiya olunmuş xəstə reanimasiya şöbəsinə yerləşdirilməli və xəstə reanimasiya şöbəsinə yerləşdirildi. Bir saat ərzində artıq biz müşahidə edirik ki, nevroloji heç bir ağırlaşma, fəsad olmamışdı və tədricən xəstə ayılaraq süni tənəffüs aparatından ayrılmışdı. Uğurlu əməliyyatdan sonra professor Hikmət Əlizadə yaşadığı çətin anlardan və həkimlərin operativ müdaxiləsindən danışıb. İşləyirdim. 2 qoş saat dərs edim mühazirə. Sonra isə tədbir idi. Həmin tədbirdə çıxış etdim. Çıxışdan sonra özümü pis hiss elədim. Düşdüm aşağı, biraz həyətdə gəzişdim. Gördüm ki, özümü toparlaya bilmirəm. Eşitmişdim ki, Gömrük Hospitalında yaxşı həkimlər var. Elə müraciət elədim. Bir də reanimasiyada ayıldım ki, hər şey qaydasındadır. Mən həkimlərə öz dərin minnətdarlığımı bildirirəm. Allah onlara şəfa versin, onlar ki, insanlara şəfa verir, Allah onların şəfasını əksik eləməsin. Hazırda professor Hikmət Əlizadənin vəziyyətinin stabil olduğu, müalicəsinin uğurla davam etdiyi bildirilir.